doğru anlayış, doğru düşüncenin əsasıdır, təməlidir. Bu ne deməkdir? Bir cəmiyyət, bir dövlət, bir toplum eğer anlayışı düzəldərsə, bir çox məsələlərdəki bütün problemləri düzəldər. Sadəcə və sadəcə anlayışı düzəldərsə. Anlayışı düzəltmək üçün 4 dənə müəssəsə var. Doğru anlayışa sahib olmaq üçün 4 dənə müəssəsə var. Birincisi ailədir. Bir insan doğru anlamağı hardan götürməlidir? Ailədən, anadan, atadan. İkincisi, oxuduğu məktəbdən doğru düşüncə, terminlərin anlayışını murad olunan şəkildə anlamağı məktəbdə öyrənməlidir. Üçüncüsü, məscidlərdə və müsəlman toplumlarının arasında. Dördüncüsü isə bunun sorumluluqlarından biri sosial əlaqələrdir, sosial mediadır. İnsanların anlayışını formalaşdıran bu 4 temel unsurdur. Eğer bu 4 temelin her hansında olursa olsun, bir insan anlamaq, məfhum qabiliyyətini, məfhumunu doğrulaşdırarsa, onun davranışı, əlaqələri, baxışı, yanaşması hamısı doğru olar. Einstein, Albert'i tanıyırsınız. Alman kökenli, Alman vətəndaşı bir Yahudi. Ondan soruşurlar ki, bir cəmiyyəti necə darmadağın eləmək olar, bir cəmiyyəti necə dağıtmaq olar və yaxud da dağılmış bir cəmiyyəti necə qurmaq olar, necə toparlamaq olar. Deyir, bir şey həll eləyərək. Gənc nəslin qavramasını, gənc nəslin məfhum və anlayışını doğrulaşdıraraq, dürüstləşdirərək cəmiyyət qurmaq olar, onu dağıdaraq cəmiyyət uçurmaq olar. Bir çoxlarınız bəlkə buraya kimi tam başa düşmədiniz. Misallar çəkəcəm, başa düşəcəksiniz. Baxın qardaşlar, ana kəlməsi qavramdır yoxsa qavram deyil? Ana. Bir termindir mi? Ana. Ana sözü bir termindir mi? Gəlin indi baxaq, ana sözünü insana necə anlatırlar. Və sonra o anlayış səbəbilə insanlar hansı reaksiyanı verirlər. Yanlış anlamaq bu termini hara sürükləyir, doğru anlamaq bu termini hara sürükləyir. İslami baxışdan ana deyildikdə yada düşən şey, cənnət ayaqlarının altında olan bir varlıq gözümüzün önünə gəlir. Yəni, cənnətə girməyin ən böyük vəsiləsi bir varlıq. Yeryüzündə olan kişiləri, mərdləri dünyaya gətirən bir varlıq. Allah'ın kişilərə əmanət etdiyi bir varlıq. Qarnını, cavanlığını, həyatını, bir övladını yetişdirmək üçün həsr eləmiş bir varlıq. Ana qürur mənbəyi olur. Ana qürur mənbəyi olur. Eğer sen bir nesle ana sözünü belə anlatarsansa ki, ana deyildikdə nəzərdə tutulan bir kölə, ömrünü bir kişinin paltarını, yeməyini bişməkdə keçirən biri, hiçbir şeyde səs, söz hüququ olmayan bir varlıq. Biz eğer yeni bir nesile ana terminini bu məfhumla başa salsaq, kimsə ana olmaq istəyər mi? Anaya saygı olar mı? Anaya hörmət olar mı? Ananın qədri bilinər mi? Analar asla kimsə ana olmaq istəməyəcək. Baxın, doğru məfhum, məsələni doğru anlamaq insanların doğru addım atmağına vəsilə olur. Məsələni yanlış anlamaq, yanlış təfəkkürə, yanlış şeyə addım atmağa vəsilə olur. İkinci termin, misaldır, hətta başa düşək məsələnin ciddiliyi. Hürriyyət. Bu termin eşitmişsiniz qardaşlar. Hürriyyət. Hürriyyət sözü, bunun doğru mənası necədir? Biz gəlin bu nəslə başa salaq ki, İslamda hürriyyət var mı? Azadlıq var mı? Var. Amma bunun mənası budur ki, bir insan seçimlərində azaddır. Və insan seçdiği şeyin sorumlusudur. O seçdiği şeydə şərt isə başqalarına zərər verməməkdir.
Belə bir azadlığı İslam qəbul edir. Sən bir şey öz ixtiyarınla seçirsən, onun sorumluluğunu sən daşıyırsan və onu seçərkən şərtdə odur ki, başqalarına əziyyət verməyəcəksən. Əgər biz bir nəsli hürriyyət və azadlıq məfhumunu belə öyrədəriksə, bu nəsil olan yerdə kimsə kimsənin haqqını tapdalamaz. Kimsə kimsənin malını pulunu uğramaz, canına malına zərər verməz. Əgər biz hürriyyətdən də bu nəslə öyrədəriksə, sən yarı çılpaq bədənini soyunmalısan. Özünü yarı lüt çəkərək, üstündən də freedom yazıb internetdə paylaşmaqdır. O hürriyyətdən ancaq o qədərini başa düşə bilər. Bir nəslə sən başa salsan ki, hürriyyət və azadlıq sən özündən böyüyü belə saymamaqdır. İstədiyin yerdə yatmaq, istədiyin yerə ayaq yoluna çıxmaq, istədiyin kimi hərəkət eləməkdir. Mütləq şəkildə bu anlayışla yetişdirdiyin bir nəsildən sən orada güvən içində yaşaya bilmərsən. Sən orada huzurla yaşaya bilmərsən. Sən nə canına, nə malına, nə övladını güvəndə hiss eləməzsən. Ona görə qardaşlar, bir cəmiyyətin, bir toplumun sağlam olması üçün anlayış, məfhum mütləq doğru şəkildə öyrədilməlidir. Ədalət. İslam baxışından baxsaq, ədalət deyiləndə ağlımıza gələn bir şey var. Hər kəsə qarşı ədalətli olmaq, yaxın da ola bilər, uzaq da ola bilər. Biz öyrədəndə bir nəslə ki, ədalət deyildikdə xalamamalıq yoxdur, yaxın uzaqlıq yoxdur. Hər kəsə eyni gözdən, eyni çərçivədən baxılır. Belə olduğu zaman insanlar bir-birinin haqqına girməkdən çəkinəcək. Və hakimlərə güvən olacaq, etibar olacaq. Çünki hüquqlar qorunur. Amma biz ədalət deyəndə nəzərdə tuturuqsa ki, eləcə ətrafımızdakilara ədalət, bizdən olmayanların belini qırmaq lazımdır. O zaman insanlar vəhşiləşir, hüquqsuzluqlar çoxalır, ədavət də insanların arasında çoxalır. Əmanət, termin deyilmi? Əmanət deyəndə çox adamların axılına sadəcə pul gəlir. Mən sənə pul verdimsə əmanətdir, bunu qorumalısan. Amma sən bir insanın qeybətini elə, bir adamın sirlərini aç, bir insanın dinini alt-üst elə. Bunu əmanətdən görmə, bu nə qədər yaşadığın yerdə cinayətə meyilli olduğunun işarəsidir. Amma biz bu nəsilə əmanət deyildikdə başa salarıqsa ki, əmanət odur ki, yanındakı siri açmayacaqsan. Əmanət odur ki, bir adamın dininə zərər verməyəcəksən. Sən vəzifənə xəyanət eləməyəcəksən. Məsələn, sən dükkan açmışsan, bir dənə satıcın var. Biz ona öyrətsək ki, əmanət deyildikdə işə vaxtında gəlib, vaxtında getməkdir. Sən müdürünə xəyanət eləməməyindir. Sənə verdiyin maaşın haqqını eləməkdir. Biz geniş miqyasda ona əmanəti öyrədəriksə, o olan yerdə hər zaman hüquq yerinə yetirilər. Amma sadəcə pul dəriksə, bir adam nə edir? Pulu götürər, amma sən sirlərini də açar, özünü əmin dər özünə. İbadət. İbadət deyildikdə bir çox adamlar elə bilir ki, namaz qılmaq da oruç tutmaqdır. Əgər biz belə başa düşsək, ibadət deyəndə nəzərdə tutulan namaz qılmaq da oruç tutmaqdır, onda o zaman biz oğurluq eləyən çox namaz qılan görəcək. İçki içən çox namaz qılan görəcək. Yalan danışan, qeybət eləyən, böhtan atan çox namaz qılan, oruç tutan görəcək. İbadət sadəcə namazdır, oruçdur anlamını, qavramını insanlara sıramaq zalim bir müsəlmanın yetişdirilməyinə yardım edir. Amma ibadət deyəndə deyəriksə ki, İbn Teymiyyə rəhməhullah ibadət haqqında deyir ki, Əl-ibadətu likulli mə yuhibbuhullahu və yardahu minəl-əqvali vəl-əf'ali əz-zahirə vəl-batinə. İbadət odur ki, Allahın sevdiyi və Allahın bütün sevdiyi və razı qaldığı zahiri və batini sözlər və əməllər. O zaman dilimizi qorumaq ibadətdir. Sir saxlamaq ibadətdir. Qeybət etməmək ibadətdir. Nəmmamlıq etməmək ibadətdir. Bir insana dilimizlə, əməlimizlə gözəl davranmaq ibadətdir. Biz ibadəti belə başa salanda çox möhtəşəm bir müsəlman nəsil yetişdirmiş ola bilirik. Başa düşürsün qardaşlar. Ona görə çalışın, İslamı gözəl anlayın. Ona görə çalışın, qavran, anlayış, məfhumlarda ciddi olun.
Bugün görürsünüzmü kim kime geldi İhvan deyil. Kim kime geldi hizbi deyil. Kim kime geldi havaric deyil, tekfirçi deyil, cihatçı deyil, işitçi deyil, mumeyye deyil, murciye deyil. Əksəriyyəti bunun arkasında şer'i termin olarak istifade olunmur. Bir-birlerini tutturmak için, gözden salmak için, bir-birlerini etibarsız göstermek için bəzilər də bunu sönc olarak işlədir kiməsə qarşı illa. Ama bu terminler ciddiye alınsa, eğer bir adama ihvan deyirsənsə, bu İhvan-ül Müslimin cemaatinin mənhəcinin kuralları var. Onlarla müqayisə etmən lazımdır. Havariclərin, tekfirçilerin, murciyelerin hamısının etiqadlarının temelleri var. Onların içine şamil olan sözleriyle ve əməlləriyle bir adam olmalıdır ki, sen bu kategoriler üzerinden həmin insana hüküm verebilirsin. Heyhatə. Onu işlədən insanların əksəriyyəti o terminlerden xəbəri yok. Bu məsələlərlə ilgili yazılan kitablardan, məslərlərdən beyxəbərdir. Ama təəssüflər olsun. Ne kadar rahat demirlərim qardaşlar. İhvan, filan ihvan. Bir nəfər də soruşur məndən, deyir qardaş, İhvan vəzifədir, nədir? İhvan filan. Ya insanlar bizim coğrafyamıza baxın, vallahi deyirəm ha. Ne kadar yani yazıq və acınacaqlı bir duruma gəlmişik. Bizim coğrafyada insanlara La ilahe illallah Muhammedur Resulullah öğretmeliyiz. Gelin bu qəbirlərə, bu pirlərə ibadət eləməyin. Gelin bu dinimizdən olmayan xurafi inancları qırağa qoyun. Gelin bir təsəttürə keçin. Gelin narkotiki tərk elətdirək, içkini tərk elətdirək. Oğurluğu, pis münkər əməllərdən bu milləti gəlin təmizləyək, bunun üzərində əməl eləyək. Bu deyil. Bu toplumun anlamadığı terminlər gətirib ortaya qoyurlar. Və İslam'a gəlmək istəyən, həqiqəti görmək istəyən adamın özü tərəddüd içində qalır. Bir həkimin yanına gedirik, düşünün. Sənin böyrəyin ağrıyır, böyrəyində daş var. Bunu həkim deyir ki, sənin böyrəyində daş var. O bir həkimin yanına gedirsən deyirsən ki, buram ağrıyır. Həkim deyir ki, daş var. Tamam. Gedirsən onun yanına, deyir ki, daş yoxdur səndə. Səndə qrija var belində. O birisinin yanına gedirsən, deyir ki, səndə nə daş yoxdur, nə qrija yoxdur. Üzürlü sayın. Səndə prostat xəstəliyi var. Dördüncüsünün yanına gedirsən, deyirsən, mənim buram ağrıyır. Deyir ki, o deyilən xəstəliklərin heç biri səndə yoxdur. Qaraciyarında vərəm var. Qardaş, deyirsən, hamınızın canınız cəhənnəmə. Mən getdim ya. Başa düşürsünüz qardaşlar. Onun üçün dini adamlar hərə bir söz deyəndə insanlar deyir ki, sizin heç biriniz mənə lazım deyilsiniz. Bəzi qardaşlar şikayət edir ya, niyə Azərbaycanlılara qulaq asmırlar da bizim dilimizi danışanlar, yerlərimiz başqa millətə qulaq asırlar. Siz imkan verirsinizmi ki, sizə qulaq assınlar? İmkan verin. İmkan verin qardaşım. Ona göre sözüne qüvvət qardaşım, biz öz içimizdeki aslanları bilməsək, düşmanın itlərinə yem olacaq. Bir-birimizin qədrini bilməmiz lazımdır. Bir-birimizin qiymətini bilməmiz lazımdır. Bir-birimizi qorumamız lazımdır. Bir-birimizə sahib çıxmamız lazımdır. Biz bir-birimizlə güclüyük, bir-birimizlə imanlıyıq, bir-birimizlə əxlaqlıyıq, bir-birimizlə nəyik qardaşlar? Eyni zamanda müsəlman möminik. Allah birliğimizi, bərabərliyimizi daim eləsin.